Yine ben. Demək, yenə dediyim söz yanlış anlaşılıb. Dünən paylaşım eləmişdim ki, görəsən xanımlar hamısı yuxudan duranda belə olur, makyajda olur. Nəsə o səhv başa düşülmüşdü. Mənim demək istədiyim o idi ki, mənə hamı yazıbdı ki, bəs sən evdə uşağın var, tanrıyla necə gəzirsən. Mən gündəlik həyatımda belə makyaj etmirəm. Mən səhnədən çıxar-çıxmaz makyajımı silən adamım. Mənim dediyim bilirsiniz nə idi? Mənə maraqlı olan o idi ki, mən evdə saçımı başımı bu viddə gəzirəm də, yəni makyaj falan eləmirəm. Makyaj eləyəndə həmən silməyi axtarıram, tez silim. Mənə maraqlı olan o idi ki, hamı məni kimidir, yoxsa məsələn, qadın var ki, yuxudan durur, saçı, makyajı düzəldir, elə bütün günü kokoş gəzir. Yoxsa belədir, evdə də elə olurlar. Yoxsa ancaq çöldə elə olurlar. Bax, onu bilmək istəyirdim. Bu arada qızlar, bir şey soruşum. Sevgiyə yeni il üçün qəşəng don almaq istəyirəm. Amma belə yaxşı bir şey tapa bilmirəm. Bütün səhifələrdə, bütün mağazalarda, hər yerdə eyni şeydir. Ona görə istəmirəm də, belə qeyri-adi qəşəng bir şey istəyirəm. Sizcə hardan tapa bilərəm? Bir dənə səhifə var idi, onlardan həmişə tez-tez alırdım. Onların da əlində artıq qalmayıb. Yəni sevginin yaşına görə qalmayıb. Mən gec tərpənmişəm deyəsən. Qalmışam belə, tapa bilmirəm heç nə.